Anlamamı necə Ya edeyim? polyak dilində ancaq elə maraqlı. Zdravuşkele zabadre dekele könül. Tam değerli izleyiciler, bugün bizim ilk verilişimizdir. Biz bugünkü mövzumuzda show biznesdən danışacağıq. Biz show biznes dedikdə nəyi nəzərdə tuturuq, bugün onu öyrənəcəyik. Show biznes ümumiyyətcə həm cəmiyyətin formalaşmasında, həm insan davranışlarında mühüm rol oynayır. Bugün bizim sualımız Nofəl bəyə və Rövşən müəllim olacaq ki, show biznes cəmiyyətdə müsbət rol mu oynayır, yoxsa mənfi rol mu oynayır? Yaxşı sualdır. Birinci veriliş deyil, xeyirli uğurlu olsun. Çox Təşəkkür edirik. Biz hara gəlirik, birinci veriliş xeyirli olur. Hamı elə deyir. İnşallah. İnşallah bu da yaxşı olar. Düz o qədər danışmışıq ki, hara gedirik danışırıq da. Əslində danışmaq yaxşıdır, amma boş danışmayasan da. Normalda biz deyirik həmişə sözü xanımlara veririk. Siz artıq danışdınız, pas ötürdünüz bizə. Amma indi mən istəyirəm ki, birinci Rövşən müəllim danışsın, sonra davam edək. Ümumiyyətlə show biznes anlayışı cəmiyyətdə düzgün aşılanmayıb. Show biznesin nə qədər pis tərəfləri olsa da, daha çox müsbət tərəfləri var. Amma biz nədənsə müsbətləri görə bilmirik. Show biznes anlayışının özü mənə çatmır hələ də. İllərdir, uşaqlıqdan biz bunu eşidirik. Ümumiyyətlə ölkədə show, fikir vermişsə, talk showlar var, şovlar var da. Flanket show, Rafael show, İlqar show, Samir show, hamı show edir də. Showun estrada açılışı var, yəni mənası var. Bunu Qorxmaz müəllim deyir, bunu estrada elmi deyir. Show elə bir şeydir ki, onun tərkibində bir hissələr var. Danışıq da var, musiqili həll də var, rəqs də var, o da plastik çox şeylər var da. Yəni bu komponentlər olmasa, həmən janrın, həmən verilişin, həmən nəslərin adı şou ola bilməz. Amma biz təəssüf ki, məsəl üçün deyirik ki, atıram da maşın şou. Maşın şouda şou elementi yoxdur. Bunun adı mərəkədir, estrada. Yəni burada şou olması üçün bu komponentlər olmalıdır. Bu nətər buna şou deyil? Ərdən deyirlər də 90-cı illərdə, 95-də, 96-da, 97-ci ildə bizdə şou biznes bəlkə də var idi. Bir elementləri vardı, bir qığılcımlar vardı ki, baxırdın ki, hə, artıq biz dünyaya çıxa bilirik də, Sovet Sosialist Respublika İttifaqından ayrıldıq. Bəlkə dünyaya gedən bir yoldur. Amma mən 2026-cı ildə Azərbaycanda şou biznesi görmürəm ümumiyyətlə. Çünki müqayisə olunası bir şey yoxdur. Yəni qoyasan Amerikanı, Rusiyanı, İngiltərəni, Fransanı, İtaliyanı, İspaniyanı oturub müqayisə edirsə ki, gəl bizim show biznesləri müqayisə edək də. İstər estrada janrını, istər popdur, istər rockdur, istər rapdir, digər underground janrı ki, qoyaq qabaq-qabağa ki, bunlar nə edirlər? Bizimkilər nə edir? Yəni bunun müqayisəsini tapa bilmirik. Bunun səbəbi nədir? Yox, burada belə bir məqam var da. Bizim tamaşaçımız Amerika tamaşaçısıdırmı? Onun səhnə o səhnə deyil. Tamam, okey. Bəs izləyici kimdir? İzləyiciyə çatdıran kimdir? İzləyici çatdıran o deyil. Mənə elə gəlir ki, səhnəni izləyici formalaşdırır. İzləyici nəyə baxmaq istəyir, səhnə onu verir. Amma bizim izləyici digər ölkələrin də show biznesinə Tələb təklif maraqlanırlar. anlayışı var da. Biz bir məhsulu təklif ediriksə tələbə görə. Cəmiyyət bizdən nəyi tələb edirsə mən onu verirəm. Mən durum burada dahiyəni 2 dənə sözüm heç kim məni alqışlamayacaq. Amma məni söyləyəcək. Əslində o şeylə bağlı bax belə deyirlər də. Bu təkcə show biznesinə aid deyil ki, qardaş, kütlə bunu istəyir. Məsəl üçün bu kütləyə sən durub neyronu oynaya bilməzsən. Yox. Mən elə hesab edirəm ki, o neyronu formalaşdıran da bizik. Kütlə bunu istəyir, gəl ağzımıza gələn eləyək. Kütlə elə ona formalaşacaq, onunla da gedib. Bu bir kimsə çıxıb burada stop eləməlidir. Mənim belə bir qəzəlim vardı. Deyir ki, qapı haqqında deyir ki, çox şikayət etmisən ki, vermir imkan açmağa. Sən nə vaxt cəhd elədin ki, vermədi imkan qapı. Yəni sən nə vaxt cəhd elədin ki, qapı açılmadı. Yəni bir şey eləyəsən ki, amma eləməyəndən sonra sən artıq tələb eləmək ki, bax görsən cəmaət bunu istəmir. Mən durdum, nəsə yaratdım. Maraqlı bir səhnə qurdum. Buna neçə nəfər baxacaq? 5 nəfər. Təbliğatı siz necə eləyirsiniz? O da mühüm deyil. Məsələ burada bilirsiniz nədir? Biznes tərəfi. Şounu qurduq. Amma bu asana qaçmaqdır. Siz çeynənmişə qaçırsınız. Mənim yaşamam üçün mənə maliyyə lazımdır. Mənim o səhnəni yaxşı qurmaq üçün mənə maliyyə lazımdır. Sən elə bir məhsul yaratmalısan ki, o yeyilsin. Axı o yeyilmir, sən yaratdığın məhsul Ola bilərmi ki, biz buna biznes olaraq baxırıq, ölkənin mədəniyyəti olaraq baxmırıq deyə? Axı ölkə mədəniyyəti məni qidalandırmır, məni ailəmi saxlamır, məni geyindirmir. Azlıq təşkil eləyir deyə ola bilər. Yox, mən yaşamalıyam, mənim yaşamaq hüququm var. Mən yaşadan nədir? Mən biznesim. Amma biz yaşamaq istədikcə mədəniyyətimiz arxa plana gedir. Bunu niyə mədəniyyət mənim canımdan artıqdır? Onu da gəlin belə eləyək. Azından ölməyək, ağzımıza gələn eləyək. Yox, bunun ortasını tutmalıyıq. Bax, dünyada ən çətin mövzu mənə görə. Yəni, bilmirəm Polşada, Fransada, İspaniyada necədir, Azərbaycanda ortanı tutmaq var ha. Dünyada ən çətin iş. 5 yeri bakı onun ortası yoxdur. Mən sahibkaram, milyonçuyam. Mən niyə pul ayırım?
Əla sualdır. Bax, o sualı mən sırf reklam sahəsində görmüşəm. Mən illərdir reklam sferasındayam və sahibkarlarla birbaşa görüşürük. Çox təəssüf ki, elə sahibkarlarla görüşürük. Mən hərdən təcrübələyirəm ki, belə bir adam hansı evrəndən, başqa planetdən gəlib, ümumiyyətlə bu adamın beyni yoxdur, ümumiyyətlə bunu kimsə idarə edir pultla da və belə adam olar yəni. Mən bir adamla söhbət edirəm ki, bax belə bir reklam təklif edir. Özü baxırsan ki, ali təhsilli, dünya görüşü var, dünyanı gəzib də sadəcə olaraq. Xarici pasport əzi-əzi idi, o qədər möhür vurulub ki. Deyirəm, qardaş, bax, belə bir şey eləyəcək, bax, belə əla, gözəl. Mən sizə kömək eləyəcəm, bunu çəkək, eləyək və burada marağımız nədir? Adama deyirəm, bunu deyir, çox gözəl və deyirəm ki, sonda belə olacaq, məsəl üçün, 2 dam örtüyüdür, bir-birinə meyxana deyəcək. Qulaq asıb edə, əla, amma dam örtüyüdür, meyxana demir axı. Yəni, mən belə adamla nə iş görüm? Nöfəl bəyin, bu yaxınlarda bir podkast olub, orada bir yaxşı söz sual verirlər ki, siz reyting üçün çəkilisiniz şeyə. Nöfəl bəy qarib icazə edir ki, bugün evindən çıxan hamı reyting üçün çıxır, pul üçün yox. Çünki reyting puldur. Amma bir ölkənin yenə də deyirəm, ən əsası onun mədəniyyətidir. Ölkə mədəniyyəti ilə tanınmırsa, biz pullu oluruq, biznesmen oluruq. Bu nəyə həll edir? Mədəniyyəti insanlara satanlar mədəniyyətdən pul qazanan insanlardır. Mədəniyyəti qəbul edən kasıblardır. Necə kasıblardır? Mən keyfiyyətli bir musiqi dinləmək istəyirəm. Mən keyfiyyətli bir operaya baxmaq istəyirəm və ölkədə bu yoxdur, amma hamımız zənginik. Dünyanın bütün ölkələrində, bax, o proyektlərdə, o layihələrdən uğur qazanmış, hətta qalib gəlmiş adamlar müəyyən müddətdən sonra unudulurlar. Amma hardasa bir təhsil almış, lap el içindən çıxan, xalq içindən öz zəhmətini efirə çıxan, ümumiyyətlə zəhmət çəkən sənət adamları heç vaxt yaddan çıxmırlar. Çünki oraya heç bir sərmayə qoyulmayıb. Hansısa bir sistemlə qurulub, gəlib oxuyub, hamı tanır ki, filan kəsə əla ifaçı oxuyub. Bu yaxınlarda bir hadisə oldu, hamı onu qınadı, gəl mənə addım-addım mahnısı. Ondan sonra o addım-addım dala gedir. O mahnı haqqında fikriniz nədir? O mahnı haqqında. Onun efirə çıxması haqqında, mahnının özü yox ha. O müğənninin efirə dəvət olunması haqqında. Əla. Mən sizə bir şey deyim. Ümumiyyətlə, o tipli şeylərin efirə dəvət olunmasında deyirlər, televiziya hakimiyyətdir, televiziya kütlə informasiya vasitələrinin dördüncüsüdür. Ən aktual qloballarından idi internetə qədər də təbii. Amma televiziya hər zaman televiziyadır. Televiziyanın bir çərçivəsi var ki, mən həmişə onu necə baxmışam, müqəddəs sözünü artıq ucuzlaşdırıblar. Müqəddəsliyin özü ucuzlaşdırıb söz olaraq. Televiziya o tipli insanları çağırıb ya islah eləməlidir, göstərməli, bay cəmaət, belə olmun, belə eləməyin. Ya o adamları göstərib demək ki, bu əhsən, hamımız belə olaq və belə mahnıları, belə oxuyaq, bu tipli işləri görək. Ya da ki, çağırırsan, deyirsən ki, sən neyinirsən ümumiyyətlə maraqlı. Bizim televiziyamız necə bunu efirə buraxa bilər? Yəni bunu hətta o adamı çağırıb tənqid eləmək günahdır. Bəzən elə qəhrəmanlar var ki, onu tənqid eləmək özü günahdır. Bizim cəmiyyət hələ arzu edə bilmir. Mədəniyyəti qoyuram qırağa. Məqsəd qoya bilmir. Özünə hədəf qoya bilmir. Düzdür? Reallıq budur. İnkişaf edə bilmirik biz. Ancaq kopyalamaqla məşğuluq. Biri bir şey eləyən ki, hamı kopyalayır. Amma bu xanımın danışığına bir şey verin. Deyir ki, mən istəyirəm ki, Fəxri Xiyabanda bastırılım. Mənim arzuma ki, kosmos odur. Baxın, burada hədəf varmı? Var. Bax, burada məqam nədir? Demir milyonum olsun, demir villam olsun, demir nazir olum, demir. Deyir Fəxri, yəni insanın özü haqqında mən ən alidə olmaq istəyirəm. Yəni bu insan efirdə deyil, sizin kabinetdə olmalı deyil. Yox, o əvvəldən arzuluyub da Fəxri Xiyabanda bastırmağa. Arzusuna görə bu gün Məncə o tez bastırmaq lazımdır. Ola bilər. Çox tezləşdirmək lazımdır. İkinci addıma yetişəm. Bizim özgüvənimiz sınıb, bizim özümüzü efirə layiq bilməməyimiz var. Biz mədəniyyətdən danışırıq. Biz şuradan yox, mən efirə çıxmaq istəyə bilərəm. Efirə buraxan kimdir? Bəs onun sən istədiyin zaman gedib ora çıxacaqsan. Bəs burada bunu icazə məsuliyyəti kimdədir axı? Hər kəs istəyə bilər efirə çıxsın. Efir bir biznes məkanıdır. Maliyyə, onun da maliyyə var. Mədəniyyətin sunumudur. Dedim axı, pulsuz mədəniyyət olmur. Pulsuz o işçini saxlamaq olmur orada. Pulsuz orada aparaturanı almaq olmur. Əgər bugün efirə bir həkim pul verib çıxırsa, o həkim ağlına gələn danışacaq orada. Tibdən anlayışı olmayacaq da, oxuyub savadsız bir həkimdir, misal üçün deyək. Postada diplomu var. Çıxıb orada ağzına gələn danışacaq, aparıcı ağzına açıb ona qulaq asacaqsa, bu pulla çıxıb ora. Və nə qədər insan məhv olur orada, buna kim baxır? Biz şourdan danışırıq. Görün nə qədər acizdir ki, Azərbaycan efirində bəzi verilişlər, şoulardır, verilişlərdir, nə bilim, teletamaşalardır, intermediyalardır, fərq etmir də hansı bir yaradıcı bir prosesdə. Heç kimə lazım olmayan bir qəhrəman
Hətta belə qəhrəman var müsbət qəhrəman cəmiyyətdə örnək. Bir də mənfi qəhrəman var. Mənfi də deyil, mənfi kimlə yanaşamırsan? Bu qəhrəmanı hər şey bunun üstünə qurublar. Sosial şəbəkələrdən çıxan qəhrəmanlar, qəhrəman da deyəmirəm də ona. Bu adamların üzərində bədii film çəkirlər, layihələr qoyurlar, reklam kimi coverdə. Hətta görürsən ki, bu qardaş orada mütləq açılışda olmalıdır. Bu həyatın açılışını bilmir. O ki qaldı gəlib hansısa bir obyekti açsın. Bax, bu həmin sərmayə yatırdıran adam deyir ki, mən istəyirəm ki, mənim 700 kvadrat metri layihəmi də restoran, hər hansı bir ticarət müəssisəsi gəlsin bax o miau eləyən qardaş, mən miau eləyəcək. Aslında bravo, hamı yoxlayacaq, bəli, qardaş miau elədi. Miau olmasaydı bu obyekt açılmayacaqdı. Yəni mən lazım deyil o qəhrəmanı görüm. Niyə mən o miaunu görüm? Yəni həmin oğlanlar gəlib ona pul verir ki, qardaş gəl yəni belə elə mən sənə 1000 manat verəcəm. Niyə də? Onu görmək istəməsəz zaten görməyəcəksiniz. Siz də onu görməyə ehtiyacınız var. Məsələ budur. Niyə onu görmürsün? Axı alqoritm budur. Alqoritm onu eləyir. Səndə öz alqoritmin var. Bu sosial şəbəkənin alqoritmidir. Bəli. Sosial şəbəkə onu sən niyə göstərir? Sən də alqoritmin ona uyğundur ona görə. Bizim keşf etdiyi bir şey var. Sən istədiklərin şeylər sən düşür də, sən düşündüyün videolar. Yox, mən onu düşünmək istəmirəm. Yəni siz Elə gəlib mənə belə. addım deyirsiniz. Bunu istəyirdiniz eşitmək. Mən hə. Niyə? Çünki onu eşidəndə, Batdım, mən onu eşidəndə həyatımda etdiyim bir çox səhvləri başa düşdüm. Mən onda başa düşdüm ki, onun iddiasından sonra başa düşdüm ki, mən yoxam. Hə, siz onun cəsarətinə görə alqışlayırsınız. Düşüncəsinə görə, Super. arzusuna görə. Yox, mən o şeydə razıyam. Ən axmaq adamın üzr istəyirəm bir cəsarəti var. Biz elə anormal adam var ki, mən Mən onun qədər böyük arzu elə bilmirəm. Mən bilirəm ki, mənim ona baxmaq ehtiyacım var idi. Mən özümdən danışıram. Niyə baxmaq ehtiyacım var idi? Çünki mənim arzularımda boşluqlar var. Amma bizim efir qarşısında olan, televiziya Mən qarşısında o insan- uşaqlarımız da var. Onun ehtiyacının nə olduğunu bilmir. Biz uşaqlarımıza düzgün arzu etməyi öyrətmişikmi? Düzgün təhlili öyrətmişikmi? Düzgün nəyə baxmaq istədiyimizi öyrətmişikmi? Baxmaq istəsə nəyə baxacaq? Bax, bir- Sən baxmasasan o veriliş olacaq. Azərbaycan efirində bir müğənni var idi. Çox sevirəm o ifaçını mən. Möhtəşəm ifaçıdır ha. Amma obrazı bir çox biədəbi idi və hamı onu tənqid edir. Məmişxan var idi. Gedib mamana demə. Yox, indi gəlin baxaq. O ifaçını girin sosial şəbəkədə baxın. O çox super ifaçıdır. O qədər gözəl ifaçıdır ki, adı həmişə yadından çıxır. Əli Reza belə uzun belə soyadı var. Super ifaçıdır o adam. Əlbəttə ki, Cənubi Azərbaycandan da özü də o qədər gözəl ifaçıdır, o gözəl oxuyur. Sadəcə olaraq adam neynədi? Adam oturdu gördü ki, nə Cənubi Azərbaycanda bunu tanıyan var, biz də tanımırlar. Evində oxuyan, qəbul eləmirlər, burada da qəbul. O neynədi? O eybəcər bir dənə fars klouna da bir bu fanat elementlərinə bir parik qoydu başına, eynək bir gülməli bığ və heç vaxt onu çıxartmadı. Azərbaycan efirini bildiyiniz heç eləmədi, yox, heç kimə xahiş eləmə, heç kimə heç də demədi. Sadəcə gördülər bunu, dedilər, ay bu nə əladır, mamana demə. Getdim mamana demə. Ondan sonra heç kim maması heç də demirdi. Yəni bu adam bütün efiri zəbt elədi və məclislər, show biznesə o an girdi ya. O an girdi. Bir və 5 gündən sonra adam Məmmişxan, özü günə ad tapı, Məmmişxana bax. Adam girən kimi avtomatik dedilər Nofel o efirə çıxan kimi mənə bir nəfər dedi elə bu show biznesin içindəki adam efirə çıxan kimi məclis tutdu ya. Bu adam gəl mənə addım oxumadı. Oğlanın səsi hətta Məmmişxanda belə onun musiqidən biraz anlayışı olan adam başa düşür ki, o ifaçı Məmmişxanın oxuduğu mamana demə tipli mahnının içində belə gözəl oxuyur. Çünki o səs imkanları ayarladı. Qoy elə Məmmişxan kimi ifaçı, o cür gözəl səsi olan adam öz day belə deyək də, özünü satmaq üçün oxusun, amma heç olmasa səs imkanlarını istifadə. Amma bizdə vəziyyət elə deyil axı. Bizdə biri gəlir, məsəl üçün, bərbər var, nəm kölgədir, nədir, körpüdür, nədir. Yəni, altdan ona mən hərdən fikir verirəm, şərhlərdə bəziləri yazır ki, qardaş, heç kimə fikir vermə. Oxumuşam, əladır, ciddi yazırlar, əladır. Əsl marketinqin açarını tapmışsan, heç kimə bənzəmirsən, belə də davam elə. Reklamı var, var. İşləyir, pulunu qazanır, yaxşı da insandır. Sadəcə olaraq baxıb ki, boşluqda nə tuta bilər? Tutdu və əladır, istifadə edir ondan, niyə də olmasın. Amma gəl indi baxaq, bu tipli şeylər gələcəkdə nəyə yol açır? Virus var, buraxırlar, hamının içində yayla, gedir, hamının içində parçalanıb da bu. Biz o virus istəmirik görək.
Biz valideyn olaraq uşağımıza hansı tərbiyəni vermişik, hansı azadlığı, hansı inkişafı vermişik ki, indi böyüyüb 15-20 yaşından deyirik ki, bayağı mahnıdan niyə ibrət götürsən? Zaten bayağı böyüyüb bu. Hə, bayağı bir. O artıq valideyni problemidir. Məsələn, mən evdə belə Hadi, edirəm. bax, məsələ odur da ki, biz uşağı tərbiyə edə bilmirik, uşağı düzgün böyüdə bilmirik, efri günahlandırırıq, hansı ixtiyarla? Bunu siz nə tövsiyə edirsiniz? Necə dəyişdirə bilərsiniz? İnsanlar ümumiyyətlə 5 yaşa qədər uşağa telefon verməməlidir. Televizora baxmamalıdır, kompüter görməməlidir. Uşaq 5 yaşa qədər ümumiyyətlə elektronika görməməlidir. Bu günləri valideynin 2 yaşlı uşağı ilə fəxr edir ki, uşağım 3 dənə dildə danışır. Rus dili, ingilis dili. YouTube-a baxır 3 dənə mahnının sözünü əzbəri, deyir ki, ingiliscə danışır, mənim uşağım dahidir. Bu bayağı böyümədir artıq. Bu uşaq böyüyüb 15 yaşında gəl mənə addım-addımla toylar biznesmen olacaq və onu çağıracaq ki, mənim obyektimi aç. Evdən başlayır hər şey. Çünki bunlar hamısı bir sistem təşkil edir də. Baxın, cəmiyyətdəki mövqeyi, televiziya, ora, küçə, teatr, sosial media, bunlar hamısı bir-birinə paralel təşkil edir. Çünki elə adamlar var, baxırsa evdə başqa cürdür, küçədə başqa cürdür, məclisdə başqa cürdür. Baxırsa, deməli, natamam yarımçıq adamdır. O individual məsələdir. Mən heç kim demir ki, məsəl üçün də balkona çıxanda kimsə başına zibil atmayın. Necə balkonda kimsə zibil atmayı necə atmaq olar? Amma indi adam 30 yaş var, harda nəsə atdı. Yəni, bunu televiziya işlənməli deyil. Buna hansısa bir show biznes nümayəndəsi onu heç eləməyəcək. Sən əgər beynində o yoxdursa, yəni 16-cı mərtəbədən insanların başına zibil atmaq olmaz. Yəni, elə şeylər var ki, mənə gəlir ki, onu nə kütləvi informasiya vasitələri, fərq eləmir hansı, nə universitet, nə orta məktəb, nə atamam orta məktəb, nə bağça, nə insan genet fitrətində olmalı. Yəni elə şey var ki, onu adama demirlər. Yəni bunu adamı 50 yaşında insana bunu demək lazımdır. Yəni məncə lazım deyil onu demək. O artıq sənin qanundan gəlir ki, ayda bu necə oldu? Görsən kimsə yıxılıb, avtomatik sən kömək edirsən. Bu sənin televiziyaya baxmaq lazımdır ki, gəlin oturaq sosial çarxa baxaq. Kimsə yıxılanda qaldırmaq lazım. Absurddur da bu. Artıq görürsüz balaca uşaqdır, 2 yaş, 3 yaşı var, əlində konfeti gətirir sənə verir. Onu evdə deməyiblər, konfeti verir. Bölüşmək istəyir, səndə də olsun. Bu genetikada, amma uşaq var ki, bililir, güzdədir. Xarakterdir. Xarakterdir, yəni məsələ olaraq deyirəm, artıq paylaşımdır da, yəni burada show biznesin dəxli yoxdur söhbətə, bura hansısa başqa bir faktorun heç bir rol oynamır. Bu artıq genetik içəridən gələn bir şeydir. Bunun birinci bir formalaşda, əlbəttə ki, fərd məsələsi. Sən onu inkişaf elətdirməsən, təbii ki, sən onu uşağın əlinə planşet versən, baby shark tak 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 deyəcək, oturub ona qulaq asır. Ana görür ki, iş problemi, telefonu verir, o biri telefonu, üçüncüyə də o biri telefonu, özü oturub işi görür, dördüncü telefonu çıxardır. Yəni hamının əlində bir telefon var, o YouTube-da mənasız reklamlar çıxır, axmaq saytlar çıxır, uşaq onu görür. Bu tərəfə bu mənasız söyüşdü. Mən buna bağlı danışmışam. Yəni həmin show biznesdir ki, bax o show biznes çıxıb efirdə Lokkonu oxuyurlar. Lokko, ona perre. Yəni bu adamlar əgər bilsələr ki, İspan dilində Lokko mahnısının sözünün mətni mənası nədir? Vallahi billahi mən utandım ki, xalq artisti görüm ki, Instagramda Lokkonu eləyir. Yığdım ona dedim ki, eləmə. Sən bilirsən mənası nədir bu? Deyir, yox. Demə, niyə edirsən bunu? Bu show biznesin bəlasıdır ki, pul buraxıram, gəl Lokkonu oxu, sən 50 min verəcəm. Sən bilirsən Lokko nə deməkdir? Bir də şivəsi də var. Ay Lokko. Ay, olab, ay belə üstündən gedir də. Yəni, olab istəyir. Yəni, hər şey pulla mı bağlıdır? Bəs bir şərəf, bəs vicdan və mənəviyyat, əxlaq, qoy qırağa pul qazana, bir şey var, qoy qırağa pul qazana. Cəmiyyət fərdin toplusudursa, fərdi də tək-tək psixoloqlar yönəldirsə, ola bilər ki, psixoloqlar da bir biznes kimi baxır. Elə bəla odur da, baxın, bu günlər Azərbaycanda psixoloq yoxdur. Üçü mən qarışıq. Niyə yoxdur? Çünki yəni cəmiyyəti psixoloqlar qurmuş ola bilər. Bu dəqiqələ show biznesdən betərdir. Elə show psixologiyadadır bu dəqiqə. Problem budur. Niyə? Psixoloqlarımızda psixoloq mu psixologiyada biznes yoxdur, amma show var. Baxın, psixologiya elmində bu dəqiqə biznes yoxdur, amma show var. Show biznesdə show yoxdur, biznes var. Bəlamız budur. Elementə bir dənə məqam deyim də, narsistlik. Psixoloq bilmir narsist nədir. Anlayış yoxdur da. Neyinir? Türk bilən psixoloq, psixiatr kimsə narsistdən danışır, eyni sözün nöqtə verəcəyinə qədər əzbərir, bu da danışır. Bu birisi görür ki, bu danışdı, bu da eyni şeyi nöqtə vericiyinə qədər kopyal orada danışır. Mənə maraqlıda bir aç internet oxu ki, narsist ümumiyyətlə nədir də? Bəlkə sən də özündən bir cümlə əlavə edərsən. Bu xalqın ümumiyyətlə analiz etmə mədəniyyəti yoxdur. Biz analiz edə bilmirik işləri. Ümumiyyətlə, incəsənət insan psixologiyasında bastırılmış duyğulardan yaranan bir şeydir. Müğənnilikdir, musiqidir, şeirdir, kinodur, yaradıcılıq, yaradıcı olan hər şey. Məsələn, Mona Lisa'nı hamı gedir baxır, amma başa düşmürlər nədir? Və yaxud da musiqi. Yəni,
bizim problemimiz odur ki, biz öz duyğularımızı o qədər bastırırıq ki, başqalarının duyğularına da hörmət qoya bilmirik. Çünki özümüzə hörmətimiz yoxdur. Öz duyğularımıza hörmətimiz yoxdur. Buna görə də show biznes bu günə qalır. O demək ki, show biznes pisdir. Biz öz duyğularımızı tanımırıq deyə show biznes anlamırıq. Bu show biznes sağlam formalaşdırmaq lazımdır. Bizik də o. Sağlam olmayan bizik, tamaşaçılar. Yəni siz dediyiniz kimi burada bir dur desək, siz Nofel müəllim olaraq nəyi dəyişdirmək istəyirsiniz? Show biznesi dəyişmək, bilirsiniz, elə bir qüvvələr var ki, məsəl üçün də mənə deyirlər ki, Nofel sən dəyişənməzsən. Mən kiməm ki, heç onu Sabirin, Seyid Əzimin, Füzulinin, Nəzimin dəyişə bilmədi. Nofel heç dəyişmir. Nofelin 3000-dən gəlsə dəyişənməz. Mövzu o deyil. Mövzu odur ki, birinci mən özümü dəyişməliyəm. Bəli. Mən 2013-cü ildə oynadığım oyunu oynayıramsa, mən özümü intihar edirəm. Sənət intiharı deyirlər ona. Mən 2012-ci ilə səsləndirdiyim reklamı indi yenə səsləndirsəm, o formatda, o xarakterdə, o şeydə, mən öz-özümə nifrət edirəm. Mən 2011-ci ildə yazdığım ssenari, xırda bir əsəri, hekayə, pritça yazsam, indi yazsam, mən özümə nifrət edirəm. Mən birinci özümə rəqabət aparmalıyam. İnsanlar özünü qoyub 90-cı illərə baxsa ki, ay da, bu nədir, mən eləyirəm. Gəlin də baxaq da, bu show biznesdə olan ifaçıların çoxuna. 20 il bundan əvvəl elədiyi uğurun arxasında gizlənib hamısı. 15 il bundan əvvəl elədiyi pis bir iş materialın altında qalıb, nəinki üstündə, nəinki ortasında, böyründə. Məsələ odur. Yəni özünü inkişaf məsələsi var ha. Biz inkişaf eləmirik. Bütün sahələrdə belədir. Yəni ki, elə addımlayır, bir addım. O qədər addım qul alsa ki, addım dala gedirik. Yəni biz öz duyğularımızı, məsəl üçün bu gün faciə günüdür. Tutaq ki, 26-sı, 27-si, 30-u, ayın 1-i ya 4-ü, hansı bir matəmdə dünən deyib gülür, əylənirik. Həmən günü bir dənə formal belə, Allah rəhmət eləsin. O birisi gün ondan da pis. Yəni sən bu emosional halımı deyim, sən bu nə tez belə ki, kədərləndin, şənləndin də, göstərir də, hamısı formaldır, hər şey bir qəlibdir, bir klişədir, yalancı, saxta şey yaşayırlar da. Məsələn, mən onu heç vaxt eləmirəm. Əgər mənim içimdə o varsa, onu hər zaman eləyə bilərəm. Amma televiziya mövzusuna gələndə, incəsənət mövzusuna gələndə, teatr mövzusuna gələndə, ədəbiyyatlar tam ayrı mövzulardır. Yəni bu show biznesdən çox ayrıdır ya. Yəni bu çox ayrıdır və onun problemləri çox böyükdür. Yəni o problemləri inandırım sizə ki, mən yaxın 20-30 ildə görmürəm zənnəyini. Yəni müsbət biz buradan sadəcə yumor tərəfini də ala bilərik, gülə bilərik və yaxud da biz buradan maariflənə bilərik. Yəni yetəri qədər maariflənirikmi show bizneslə? Problem burada bilirsiniz nədir? O fərdin özünə məxsusdur. Maariflənmə də sənə məxsusdur, istirahət də sənə məxsusdur, öyrənmək də. Məsələn, müğənni bəstəkarın, şairin yazdığı əsəri sənə ötürür, amma öz səsindən. Yəni müəyyən bir detallar, hərəsindən bir detal gəlir, ümumi olur, şou yaradır da. Biz isə orada bəzi o şeirdən, o şeirin sözlərindən təsirlənir. Bəzi o musiqidən təsirlənir, bəzi o insanın səsindən. Məsələn, mən o addım deyən xanımı nə musiqisindən, nə sifətindən, nə üzünü tanımıram onun. Bu səsini eşitmişəm ki, deyim mənim Fəxri Xiyabanında basır. O söz mənim üçün bəs idi. Nə onun mahnısı mənə maraqlıdır, nə onun... Amma o informasiya mənim həyatımda böyük bir addım oldu. Məsələ burada, biz öz üzərimizə düşən məqama baxmalıyıq ki, biz nə öyrənə bilirik? Ümumiyyətlə, bizim öyrənmə mədəniyyətimiz varmı? Problemimiz budur. Bizim ən böyük bədbəxtçiliyimiz odur ki, biz hamını qınayırıq. Deməli, mən bu yaxınlarda bir radioda bir çıxış eləmişəm. O indi çıxışda uşaq söyməlidir ifadəm var. Onu kəsib qoyublar. Altına 300 dənə komment gəlib. 300-də məni qəbul eləmədir, uşaq söymür, amma hamısı məni söyür. Yəni söyməməlidir. Bəs sən nə söysən? Söyənlər də uşaqdır bəlkə də. Bildiniz nə demək Söyənlər də istəyirəm? uşaqdır Yəni bəzən. olmaz uşağa söymək, sən böyük olaraq söyürsən. Uşaqlıqda öyrədiblər də səni. Sən özün bildiyin bir şey sən qəbul eləmirsən, sonra mən sənə deyim. Problemimiz buradadır. Yəni biz ümumiyyətlə öyrənməyə hazırıqmı cəmiyyət olaraq? Qınamağa nə var? Mən Nofeli qınayım, sən qınayım, hamını qınayım, hamını söyüm. Çox rahatdır. Amma mən özümü söyə bilirəm, amma məsələ budur. Zaman kəsiyi var da, bir 20 il əvvələ baxaq. Çox demirəm, 150 il qayıtmayaq o 16-cı əsrə. 20 il əvvələ baxın, görün nə qədər şey dəyişib. Hansı dəyərlər, hansı məsələlər. Bu təzə söz deyil, yenə bu təzə söz deyil. Amma 20 il çox böyük kəsiyi demirəm. Bir də 2046-nı fikirləşin. Mən qorxuram onu fikirləşəndən. En azından yerimizdə saysaydıq deyir. Kaş gələ yerimizdə sayardıq. Mən 2046-dan qorxuram. Çox pis olacaq. Allah bizi show biznesdən qorusun, pis show biznesdən.
Allah bizi şou deyib biznes eləyənlərdən qorusun. Bəli. Bu nə şoudur belə? Psixologiya ilə ümumiyyətlə incəsənəti birləşdirsək, ona görə də show biznes. Ha. Bəzən şou biznes bizi güldürür, bəzən düşündürür, bəzənsə aldadır. Biz düşünürük, mühakimə edirik və dinləyirik. Amma bir şey bilməliyik ki, bu həqiqət deyil, bizə olunan bir təqdimatdır. Əgər biz şou biznesini düşünmədən izləyiriksə, demək ki, biz şounu deyil, şou bizi idarə edir. İndi isə fikir sizdədir, əziz tamaşaçılar. Siz şou biznes haqqında nə düşünürsünüz? Fikirləriniz nələrdir? Bizimlə paylaşın. Bugünkü debata görə Nofər bəy sizə təşəkkür edirik. Nofər bəy bizim tibb elmlər üzrə fəlsəfə. Tibb elmlər nədir? Bəli, onkologiya ilə məşğulam. Amma deyirsən ki, bugünkü debat Mən ginekoloqam, 4-ə qədər ginekoloq işləyirəm. Bugünkü debat iştirakçılarımız filologiya elmləri üzrə fəlsəfə doktoru, ssenari müəllifi və aktyorumuz Nofər Şahlaroğlu və İBDO psixosağlamlıq proqramının baş psixoloqu, psixoalqoritmlər nəzəriyyəsinin müəllifi Rövşən Nəzərliyə təşəkkürümüzü bildiririk. Biz dururuq ki, bizə yağa verir. Bəli, aparıcımız. Nə gözləyirsən, niyə? Mən isə sizin aparıcınız Könül Hüseynova. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirəm və mövzumuzla bağlı fikirlərinizi şərhlərdə bizimlə paylaşmağı unutmayın.